Salam, vaxtınız xeyir dəyərli tələbələr. Bu gün sizinlə birlikdə yeni mövzumuz deməli dalğa optikası olacaq. Artıq ikinci hissənin son 3 mövzusundan biri olan dalğa optikasına gəldik. Deməli bu kanalda bütün mövzuların bu hissəyə qədər olan, ikinci hissədəki dalğa optikasına qədər olan bütün mövzunun izahları var. Geri qayıdıb onlara da baxa bilərsiniz. Həmçinin keçən dərs xatırlayırsınızsa həndəsə optika dərsini izah elədik, mövzu izahını verdik. Həndəsə optika dərsinə də deməli baxa bilərsiniz, deməli kanal içərisində. Həmçinin əlavə sualınız olarsa şərh bölümünə qeyd etməyinizi unutmayın. Maraqlı suallarınız varsa da məni Instagram hesabımdan takib eləyə və deməli mesajlar bölümündən suallarınızı verə bilərsiniz. Vaxt itirmədən deməli mövzumuza başlayaq. Dalğa optikası. Yenə məşhur markerimizi əlimizə aldıq, getdik. Burada deməli o 4 halı öyrənəcəyik. Birinci hal deməli dispersiya hadisəsi. Dispersiya. Burada deyirik ki, burada hər hadisə üçün deməli bir nəzəri cümlə işlədəcəyik. Burada deməli dispersiya hadisəsi üçün deyirik ki, mühitin sındırma əmsalının işığın tezliyindən asılı olmasına deməli dispersiya deyilir. Ağ işıq deməli prizmaya düşən zaman 7 rəngə bölünür. Ağ işıq, bu ağ işıq olsun. Deməli 7 rəngə bölünür sınaraq. Birazcık bunu pis çəkəcəm ola bilsin, siz daha yaxşı deməli çəkərsiniz. 1 2 3 4 5 6 və 7. Deməli, bunu biz hissə-hissə öyrənəcəyik. Bütün rəngləri biz əzbər öyrənəmərik, amma ən gözəl deməli bir yol var bu rənglərin öyrənilməsi. Hər müəllimin özünə görə bir üsulu var. Mən belə deyirəm. Deməli o qarı nənə 80 yaşında məxməri gülə bənzəyir. Qarı nənə 80 yaşında məxməri gülə bənzəyir. Yəni qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və deməli bənövşəyi rənglərinə baxacağıq. Və deməli həmin bu qırmızıdan deməli bənövşəyə getdikcə tezlik, enerji, deməli tezlik, enerjini belə yazaq. Tezlik, enerji və impuls artır. Amma ki, dalğa uzunluğu və sürət azalır. Bu hissədən deməli bu qədər. İndi keçəcəyik ikinci hissəyə. İkinci nüansa baxacağıq. Deməli interferensiya hadisəsi. İnterferensiya üçün də bir nəzər cümlə quracağıq. Deyirik ki, burada deməli dalğaların birləşərək bir-birini gücləndirməsinə və ya zəiflətməsi hadisəsinə deməli interferensiya deyəcəyik. Məsəl üçün bu dalğalar belə gur dalğalardır. Həmçinin deməli ikinci dalğa da belə gur dalğalardır. Bunlar təbii ki deməli birləşib deməli bir-birlərini gurlaşdırarlar. Bəzi uşaqlar var deyirlər ki, məsələn 2 dənə güclü dalğa birləşdirib nətər ki həyatda olduğu kimi 2 dənə güclü insan birləşib bir-birini yəni zəiflətmə istisnası da var. Biz burada ideal hala baxacağıq. Yəni o çox belə dərinliyə enməyim burada. Bu isə deyəcək güclənmə. Və A yekun üçün deyəcəyik ki, A1 üzərinə gəlsin A2. Yəni burada güclənmə baş verir. İndi gəlin zəiflətməyə baxaq. Zəiflətmə məsəl üçün belə zəif dalğalardır. Yəni ölü kimi dalğalardır. Burada A1, burada A2 yazaq. Bu hissə üçün deyəcəyik ki, zəiflətmə. Z-nin bu ucu hissəsi çox qəşəng oldu. Zəiflətmə. Deməli, telefondan yazdığım üçün xəttimdə çox belə deməli çaşqınlıqlar olur. Ona ümid edirəm. Deməli, mazur görərsiniz. Zəiflətmədə isə deməli birinci dalğadan ikinci dalğanı çıxırıq, amma modulda. Modulda çıxmamın səbəbi mənfi alınmamalıdır. Yəni hər dalğanın qiyməti mənfi alınması deyil. Belə. Və bir deməli nüans olaraq özünüzə qeyd edin ki, dalğa uzunluqları, yəni tezlikləri
bərabər olan və fazalar fərqi sabit olan dalğalara deməli belə yazaq. Koherent dalğalar deyilir. Bir də deyirəm, dalğa uzunluqları və ya tezlikləri deməli bərabər olan və fazalar fərqi sabit olan dalğalara koherent dalğalar deyilir. Və biz bu hissə üçün xatırlayırsınızsa keçən dərsimizdə lambda bərabər C vursun T yazmışdıq elektromaqnit dalğalar üçün və C bərabərdir lambda vurulsun V yazmışdıq. Bu iki düstur da bu hissədə işlənilir. Özünüzə qeyd etməyi unutmayın. İnterferensiya hadisəsinin yaranmasının iki səbəbi var. Bir, maksimumla şərti var. Bir də ki, minimumla şərti var. Gəlin bu şərtlərə bir nəzər yetirək. Maksimumla minimum şərti nədir? Birinci, deməli, maksimumla şərti. Maksimumla şərti də ilk öncəliklə məsəl üçün bu bir cismin yolu olsun, bu da ki fərqli bir cismin yolu. Burada D1 yazaq, burada D2 yazaq. Yollar fərqi, deməli, əgər ki bu hissədə yollar fərqini yazarsak, yollar fərqi. Yollar fərqi üçün deməli delta D bərabərdir modulda D1 minus D2. Çünki bir-birinin arasında məsafə mənfi olan bilməz. Və o zaman mən buradan delta fi bərabərdir. D-nin deməli fi'nin 2pi olduğunu yazarsaq 2pi-k yaza bilərəm. Amma bu hissəni deməli yadımıza saxlayaq. Delta D bərabərdir. K vurulsun lambda hissəsi olacaq. Və mən burada lambda ilə fi arasında az öncə yazdığım delta fi bərabərdir 2pi-k düsturunda yaza bilərəm. Bu hissədən alınır ki, yollar fərqi əgər ki, deməli tam ədəd alınırsa, bu maksimumla şərtdir. Məsəl üçün, deməli, burada D1-i verir, məsəl üçün 8 metr, D2-ni verir, məsəl üçün 6 metr. Bu ikisinin fərqi neçə ilə? 2 metr. 2 metr, deməli, tam ədəddir, yəni burada maksimumla şərti qeyd edilibdir. İndi isə ikinci ala baxaq. İkinci al minimumla şərti. Minimumla şərtində özəlliklə biz bunu deyirik ki, deməli delta D bərabərdir 2K üzərinə gəlsin 1 bölünsün, lambda bölünsün 2 düstur. Və burada K deyirik ki, sıfırdan o ta ki istənilən qiymətə qədər ala bilər. Və buradakı K, həmçinin yazdım ki, buradakı dalğaların tərtibidir. Və mən bunu yenə eynən delta fi kimi yazsam, 2K üzərinə gəlsin 1 vurulsun pi düsturunu almış olacaq. O zaman çünki bunu 2pi halında yazacaq, 2 ilə gedəcək, qalacaq pi. Və deməli burada isə deyir ki, yollar fərqi əgər ki, deməli kəsr ədəd alınırsa, burada deyir ki, minimumla şərtdir. Məsəl üçün 2 dənə deməli burada bir dalğa çəkmişik. Deyək ki, bu birinci dalğamız, bu da ikinci dalğamız. Bu olsun 8.5 metr, bu olsun 6 metr. İndi delta D nərə bərabərdir? 8.5 minus 6 nə qədər elədir? 1.5 metr. Əgər ki, deməli bu tam ədədin yanında, deməli yanında buradakı bu kəsr hissə varsa, yəni 1.5, 1.7, 2.5 falan olarsa, buna deyirlər minimumla şərti. Amma 1, 2, 3, yəni tam qiymət alarsa, buna deyilir ki, maksimumla şərti. Bu qədər. İndi deməli buradan üçüncü başlığımıza keçək. Bu olacaq deməli o difraksiya. Bu hissə üçün deyirik ki, işığın düz xətt boyunca yayılmasından kənara çıxması hadisəsi. Yəni işıq düz xətt boyunca yayılır və kənara çıxır. Bu hadisəyə deyirik ki, deməli difraksiya və onu deməli bir o qəfəs halında çəkəcəyik. Buradakı mühitdir. Buradan işıq gəlir və sınır. Buradan biri düzgün yazım, gəlsin, mühitdə burada sınsın. Sınsın, geçsin. Gələcək, burada sınacaq.
Və biz buradakı A hissəsi ilə B hissəsi arasında bir nəzərə qoyacağıq. Baxın, bu hissə, yəni bu lövhə arasındakı hissəyə biz bir A deyək, bu lövhənin arasındakı boşluğa da bir B deyək. O zaman bu hissə üçün yazırıq ki, D bərabərdir A plus B. Yəni məsafəni ölçdüyümüzə görə o zaman deyirik ki, D-nin vahidi, məsafənin vahidi nədir? Metrdir. O zaman 1 metr olacaq. Və həmçinin ümumi bu, deməli, difraksiya, deməli, difraksiya qəfəsinin ümumi uzunluğu L olarsa, o zaman D bərabərdir və burada n sayda yarıq olduğuna görə o zaman deməli L bölünsün n halı alınacaq. Buradakı L bunun uzunluğudur, uzunluğu, n isə zolaqların sayı olmuş olacaq. Yaxşı, mən bu hissə üçün buranı daha da maraqlandırıram. Deməli, bura alfa bucaq yazarsam, o zaman mən bu hissə üçün maraqlı bir düstur alacağım. Delta D bərabərdir. D vursun sinus fi. Mən buradakı bu D-ni necə aça bilərəm? Yəni buradakı delta D-ni necə aça bilərəm? D vursun sinus fi-ni bu tərəfə ataram. Burada yazım K vursun lambda. O zaman sinus fi bərabərdir. K vursun lambda bölünsün D düsturu almış olacağıq. Və mən buradan sinus fi həm K-dan həm lambdadan düzmün tansib olduğunu görürəm. Və həmçinin sinus fi. Deməli, sinusu bir türlü yaza bilmədik. Sinus fi görürük ki, məsafədən deməli tərs asılıdır. Bu da bu halda yazılmış olacaq. Və deməli, buradakı difraksiya deməli, qəfəsinin iş prinsipi həm deməli, interferensiya hadisəsi əsaslanır, həm də ki, difraksiya hadisəsi əsaslanır. Son olaraqdan başlığımız deməli olacaq polyarlaşma. Burada ilk öncəklə belə bir deməli hissəmiz olur. Belə bir girişi deməli zərrəciyimiz və ya deməli qəfəsimiz olur. Buradakı isə deməli turmalin kristalı olur. Buna deyirik, deməli, turmalin, düzgün yazaq, turmalin, deməli, kristalı. Və cisim buradan keçirdikdən sonra, bu hissədən keçirdikdən sonra sadəcə belə ortadakı bu düz xətt kimi keçəcək. Və biz bunu əydikcə, meyliliyi də göstərəcək. Yəni, eninə doğru keçəcək. O zaman mən bu hissə üçün, deməli, bu birinci, deməli, o kristal olsun. Bu hissədən mən çəkərsəm, deməli, yəni, bu kristal bu hissə içində əyərsəm, yenə də buradan, deməli, bu hissə keçib gedə biləcək, çətin də olsa. Amma ki, mən bunu, deməli, 90 dərəcə üçün çəksəm, bu buradan keçib getməyəcəklər ki, bu kristal belə gəlir, daha doğrusu bu cisim belə gəlir, buradakı nədir? Bu kristal da belə gedir, yəni içindən keçəməyəcək. O zaman buradakı Malus bu hissə üçün belə bir düstur yazıbdır. Yəni, daha doğrusu kəşf edibdir. I bərabərdir, I0 vurulsun, kosinus kvadratı alfa. Alfa 0 dərəcə olanda, deməli, bu kosinus neçə dərəcə olur? Yəni, alfa 0 olanda kosinus maksimum qiymətini alır. Yəni, I bərabər olur, I0-a maksimum qiymətini alır. Amma ki, alfa bərabər 90 dərəcə olanda, o zaman minimum qiymətini alır, o zaman I bərabər olur, 0 olur. Və biz burada deyirik ki, polyarlaşma hadisəsi nəinki işığın deməli, dalğa təbiətdə olduğunu təsdiq edir. Hətta, deməli, eninə dalğa olduğunu göstərir. Çünki eninə dalğa sadəcə, deməli, bu vəziyyətə, belə deyim də, uyğunlaşmaqda, deməli, çətinlik çəkir. Və uşaqlar bu qədər. Deməli, dalğa optikasının nəzəriyyə hissəsi bu qədər. Misal, məsələ kimi şeyləri yavaş-yavaş paylaşdıqca bu mövzunun nə qədər geniş və maraqlı olduğunu görəcəksiniz. Mövzu isə ümumən deməli bu qədərdir. Bundan sonraki yazacağımız şeylər sadəcə misal və məsələ tipli olacaqdır. Onlara da ayrı bir video içərisində mütləq deməli toxunacağıq. Mövzu üzərində bu qədər. Yəni çox uzun mövzu deyil, sadəcə bunları bilsəniz sizə deməli kifayətdir. Mövzu üzərində bu qədər. Özünüzə yaxşı baxın, sağ olun.